Gördüyünüz bu gözəl həyət evi Balaxanı, Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşir. Asıl bugünkü mənzərəni görəsiniz. 7 sot yarımın içində evin sənəti hal-hazırda belə deyəm, o knişkadır. Köhnə sənəti bilənlər bilir. Kupçaya gedən sənət zaten evin sahibi kupçaya sənətləri verib. İnşallah ki, müştəri alıcısı çıxana kimi də sənətləri hazır olacaq. 7 sot yarımın içində 150 kvadrata yaxın 5 otaqlı həyət evidir. Hal-hazırda ev yəsi 2 oğlu var, evi ayrı, 2 oğul üçün, 2 qardaş üçün bir həyətdə qalır. Amma satış ümumidir. Siz evi ümumi nəzərə alın. Biz hal-hazırda indi uşaq yataq otağındayıq. Arxada, mağazını göstər, bir yataq otağıdır. Evin bütün kommunal sistemləri var. Hamısının sayğacları qoyulub. İstilik sistemi bu evdə kombidir, digər evdə qazdır. 3 otaq buradadır, 2 otaq digər evdədir. Burada da yenə bir bar görürsünüz, burada keçdi xüsusi vurğular. Buradan sonraki artırmada olsa sənətdə bilirsiniz ki, ümumi kvadrata salmaq olur. Bu köhnələrdən evdir. Yəni tarixi abidə dediyimiz qırmızı kitaba düşmüş evlərdəndir. Və keçək sizi bu evin mətbəxini göstərəcəm. Hal-hazırda mətbəxini göstərirəm. Hər iki evdə mətbəx ayrı-ayrıdır. Sanitar qovşağı sanuziyədə ayrı-ayrıdır. Mətbəx mebeli var. Qazı, aspiratoru bilirsiniz ki, satışdan sonra qalacaq. Evin ümumiyyətlə kombisi, radiatoru. Burada da sanitar qovşağı sanuziyədir. Cüzi restavrasiya işləri təbii ki, evə ehtiyac var. Onsuz da yeni alıcı öz zövqü ilə nəyisə istəsə dəyişə bilər. Bu gördüyünüz mətbəxdə isti poldur. Və keçək həyəti göstərək. Bunu da digər evin içərisidir. Girən kimi qapıdır. Çöldən göstərəndə düz anlayacaqsınız. Mətbəxidir bu evin. Mətbəxdə qaz heç qoyulur, amma digər içəridə kombidir. Burada sanitar qovşağı sanuzeldir. Hər iki evin sanitar qovşağı sanuzelinə cüzi təmirə ehtiyacı var. Burada da yenə bir otaqdır. 3 otaq oradaydı, 2 otaq buradadır. Keç mağazını da göstər. Və keçək sizi həyətlə tanış edəcəyik. Hər iki evin balkonudur. Birinci göstərdiyimiz, görürsünüz burada mətbəxə keçiddir. Bu da ikinci göstərdiyimiz evdir. Bu da həyətyanı sahəsidir. Hər iki tərəfdən çıxışı var. Açıq balkondur. Buranın yer mənzərəsini təsəvvür edin. Burada yaşıllıq üçün yer nəzərdə tutulub. Balaxanda особенно çox evdə quşlar var. Rastımıza da çıxır. İnşallah ki, bu evdə zərər vermərik quşlara. Həyətyanı sahəsidir, maşın girən, geniş həyəti var. Tam-tamına 7 sot yarımın içindədir. Qiyməti vurğulamamışdım, Məhəmməd. Qiymət 150.000 manat. Uzaqdan evin görüntüsünü götür. 150.000 manatdır. Real müştəriyə də ev yiyəsi tərəfindən mütləq şəkildə endirim olacaqdır. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.